Deyirlər ki, elektromobilin bataryası 5 ildən sonra ölür. Maşın da zibilə çevrilir, heç bir işə yaramır. Bu qorxu elektromobil almaq istəyən hər kəsin ağlındadır. Bəs reallığı necədir? Gəlin baxaq. Əvvəla batarya telefon bataryası kimi bir gün ölmür. O tədricən tutumunu itirir, ildə də təxminən 1-2%. Yəni birdən-birə sıfıra düşmək əvəzinə yavaş-yavaş məsafəmiz azalır. Ən maraqlısı isə budur ki, aşınma ilk illərdə biraz sürətli olsa da, sonra dayanır. 100 minlərlə kilometr sürülmüş Teslaların bataryaları hələ də ilkin tutumunun 85-90%-ni saxlayır. Müstəqil araşdırmalara görə orta bir elektromobil bataryası 8 ildən sonra da öz tutumunun böyük bir hissəsini qoruyub saxlayır. Tesla isə bataryaya 8 il zəmanət verir və bu müddətdə bataryanın tutumu 70%-dən aşağı düşərsə, bataryanızı ödənişsiz şəkildə dəyişir. Yəni problem bataryanın ölməsi deyil, əsl problem qavrayışdadır. İnsanlar qorxduğu üçün ikinci əl elektromobil ucuz satılır. Amma bu alıcı üçün pis xəbər deyil. Sağlam bataryalı işlənmiş elektromobili ucuza tapmaq bu gün çox asandır. Sadəcə bataryanın sağlamlıq göstəricinə baxmaq kifayətdir. Və siz necə düşünürsünüz? Batarya həqiqətən də problemdir, yoxsa bu köhnəlmiş bir mifdir? Gəlin rəylərdə müzakirə edək.